Okay. Deməli 161-də deyir ki, which of the following questions does the dialogue answer? Hansı suallardan dialoq cavab verir? Hansı suala? What has happened to Ben? Ondan danışırdı da elə Benin problemlərindən, panik atakından falan danışırdı. Benin başına gələn şeylərdən danışırdı. Məsələn, A variantında deyir ki, həkim Klaraya necə kömək elədi? Düzdür, Klara həkimə getməyindən danışdı, amma sırf mətn onun üzərində şey olmamışdı axı, qurulmamışdı. Sırf Klaranın həkimi ilə söhbət haqqında qurulmamışdı. Prosta Klara dedi ki, məsləhət görərəm ki, həkimə gedəsən. Məndə də belə idi, həkimə getdim. C-də deyir ki, what makes Ben feel safe? Deyir ki, Billy təhlükəsiz edən nə idi? Yəni belə orada deyir, Klara ona məsləhət verirdi ki, belə-belə şeylər elə panik atakdan uzaq ol, amma sırf mətn o haqda deyildi. Sonra D variantında where does Clara walk every day? Clara hər gün harda gəzirdi? Mətn bütövlükdə o suala da cavab vermirdi. Burada bilirsiniz nə deməkdir? Deyir ki, yəni dialoq ümumilikdə nə sualına cavab verir də o mənada. Why does Clara take a bus? Deyir ki, Clara niyə avtobusla getdi? Yox. B variantında what has happened to Ben? Benin başına gələn problemlə danışılırdı bu mətn. Ona görə B variantıdır. 162-də it is clear from the dialogue that dialoqdan məlumdur ki, yəni açıq-aydın məlumdur ki, A variantı. Ben cannot concentrate, konsentrasiya oluna bilmir. Because of poor sleep. Çünki orada elə mətnin, listeningin lap əvvəlində deyirdi ki, çox az yatıram. Yuxu problemindən əziyyət çəkirdi. Yuxuya türkcə demiş odaqlanmaq da, concentrate, focus on da onun sinonimi də. Sonra dialoqdan bu məlum idi. Ən başda da deyirdi ki, panik atağım var, nəfəs ala bilmirəm, sanki deyir şey olacağam, öləcəm, nəfəsim dayanacaqdır, yata bilmirəm. 163-də answer the question according to the dialogue. What kind of stupid things? Orada stupid thingslərdən danışırdı. Məsələn, mən də sizlə qulaq asası orada qıraqda özümə tez şeylər götürürdüm, deməli, notlar götürürdüm. Çünki baxdım, orada 163-cü sualda gördüm ki, stupid thingsdən məndən nəsə soruşacaqdı. Stupid things haqqında nə dedirsə, onu tez özüm də vərəqə qeyd elədim yanımda. What kind of stupid things worries Ben when he goes outside? Deyir ki, Ben hansı axmaq fikirlərdən narahat olurdu çöldə olanda? To fail to remember the way. Orada deyirdi ki, çölə çıxmağa qorxuram. Çünki qorxurdum ki, deyir, yolu tapa bilmərəm. Yolu xatırlaya bilmərəm. Onu dedi orada. Deyir, ona görə də çölə çıxmağa qorxuram, deyir. Yolu tapa bilmərəm. Ona görə də deyir, çıxmıram. Elə bilirəm ki, deyir, yolda deyir, gəzəndə elə bilirəm ki, itmişəm və panik atak keçirdirəm. Sonra 164-də complete deməli the sentence according to the dialogue. In order to get rid of panic, deyir ki, panikdən can qurtarmaq üçün Clara orada Y variantında siz yəqin ki eşitdiniz, həyəcanından falan danışırdı. Try to lessen the anxiety. Bu həyəcanının falan üstəsindən gəlməyə çalışırdı. Orada dedi, hətta dedi ki, mən çalışıram ki, Ben ondan soruşdu ki, sən neynirsən panik atakın qarşısını almaq üçün də? Qız da deyirdi ki, çalışıram ki, panik atağı azaldım. Məsələn, panik atağı azaltmaq üçün filan şeyləri eləyirəm. Bax, onların hamısını orada deyirdi. Deməli, in order to get rid of panic attack, bunun panik atakdan canını qurtarmaq üçün Clara həyəcanını həyəcanlıq, narahatçılığı azaltmağa cəhd eləyirdi həmişə. Deyirdi ki, özümü sakitləşdirməyə çalışıram. 165. Choose the correct statement according to the dialogue. Ayda, bəs mənə niyə demirsiniz ki, müəllimə, bunu qoyun ekrana da yadımdan da çıxıbdı. 165. Choose the correct statement according to the dialogue. Deyir ki, dialoqa uyğun olan düzgün ifadəni seçin. Orada B variantı idi. Ben wants to deal, to handle, to overcome, onların hamısı bir-birinə sinonimdir. Hər yerdə də düşürlər onlar o söz. To deal, üstəsindən gəlmək, overcome, to handle, hamısı. Ben wants to deal with his psychological problems.
Deyir ki, Bill öz psixoloji problemlərinin üstəsindən gəlmək istəyirdi. Yəni onlarla baş eləmək istəyirdi. Həqiqətən də, yəni Ben görsən Klara ilə maraqlanırdı ki, panik atakın olanda, nəfəs darlığın olanda sən neynirsən? Sənin problemlərin olanda onların üstəsindən necə gəlirsən? Həqiqətən də Ben istəyirdi ki, bu psixoloji problemlərlə qarşısını alsın, onların üstəsindən gəlsin. A variantında deyir ki, Clara is afraid of going outside. Clara qorxurdu çölə çıxmağa. Yox, Ben qorxurdu ki, çölə çıxacaqdı, yol tapa bilməyəcək, həyəcanlanacaqdı. C variantında uşaqlar always sözünü görəndə 90% ehtimal səhvdir o variant. Always sözünü görəndə, həmişə, hər zaman 90% ehtimalla səhv çıxır o. D variantı. Ben is afraid to say his problems loud. Ben deyir, qorxurdu öz problemlərini ucadan desin. Niyə ki, Clara ilə rahat danışırdı da. Bütün problemlərini də dedi. Yata bilmirəm, panik atakım var, nəfəs ala bilmirəm, sanki öləcəm. Niyə qorxurdu ki, deməyə? Aha, Ben deməli never leaves house because of his fear. Deyir ki, heç vaxt evi, always, never gördünüz 90% səhv çıxır. Always, never. Orada is afraid to var. Hətta onu to be afraid-i də şey eləmək. Bilirsiniz onun nə mənası da var? To be afraid of qorxmaq mənasındadır. Amma təkcə be afraid də qoy indi bu dəqiqə sizə olacaq. Sanki təəssüf hissi keçirtmək var. O mənası da var onun. Ofsuz olanda. Hər iki halda yəni pis şey olmurdu da, yəni ki, ucadan deməyinə görə narahat değildi. Yəni rahat Clara ilə bölüşürdü fikirlərini. Aha, gəlin birini də sizə göndərim. İndi lap qabaqdan qoyacağam. Gəldik, çıxdıq biz prosto mənə elə gəlir ki, siz mənə bir dənə deyin. Birincisini buradan eləmişdik. Yo, eləməmişik. Buradan eləməmişik. Yo. Bircə dəqiqə göndərim. O birisi kitabdan elətdirmişəm mən sizə. Göndər. Aha, indi göndərirəm. Bircə dəqiqə sizin qrupunuza da göndərdim. İndi göndərdim. Və ekrana da qoyuram. Mətnlə 2 dəqiqə tanış olun. Linki də qrupa göndərirəm, Elmar. Düzdür. Oldu. Uşaqlar, qızıl haqqında danışılacaqdır bu mətndə. Mətnlə tanış olun. Suallara diqqətlə baxın. Hətta bilirsiniz, nə edə bilərsiniz imtahanda? Məsələn, ikinci sual var orada. Deyir ki, it can be made very thin. Thin nazik, arıq deməkdir. Məsələn, sin sözün altından xətt çəkin, qabağında Azərbaycan dilində tərcüməsini yazın. Məsələn, B variantında deyir ki, not as shiny as other metals. Başqa metallar kimi parlaq deyildi. Məsələn, o qabağından onun yazın ki, parlaq deyildi. Listeningi belə eləyəndə onda rahat tapmaq olur. Azərbaycan dilində tez qabağından elə bir ki, hər variantın qabağından bir dənə söz yazın ki, orada eşidəndə tez tuta biləsiniz söhbəti. Elə də çox rahatdır eləmək. Elmar, zəhmət olmasa 2 dəfə qoyarsan dalbadal. Gold. Gold is a shiny metal. It's numbered 79 on the periodic table of elements.
People have always been interested in this precious metal, but why do people love gold so much? One reason of gold being so precious is that not many chemicals can attack it. Even if it's buried underground for a very long time, it will still look shiny when it's dug up. Gold is a very heavy metal. It's almost 20 times heavier than water. It's also a very soft metal. It can be beaten very thin. Just 1 gram of gold can be beaten to make a sheet of 1 square meter. If you had 3 grams of gold, you could make a wire almost 10 kilometers long. 100% pure gold is so soft that you could make any shape of it with your hands. Gold is also expensive. At the moment, about 31 grams of gold is worth more than $1,200. Although there are more expensive metals in the world, gold has always been men's favorite. Uşaqlar, eşitdikcə sözləri qeyd edin vərəqinizə. Sözlər eşitdikcə qeyd edin, o sizə kömək eləyəcəkdir cavabları tapmağa. Bir dəfə də səsləndir. Gold. Gold is a shiny metal. It's numbered 79 on the periodic table of elements. People have always been interested in this precious metal, but why do people love gold so much? One reason of gold being so precious is that not many chemicals can attack it. Even if it's buried underground for a very long time, it will still look shiny when it's dug up. Gold is a very heavy metal. It's almost 20 times heavier than water. It's also a very soft metal. It can be beaten very thin. Just 1 gram of gold can be beaten to make a sheet of 1 square meter. If you had 3 grams of gold, you could make a wire almost 10 kilometers long. 100% pure gold is so soft that you could make any shape of it with your hands. Gold is also expensive. At the moment, about 31 grams of gold is worth more than $1,200. Although there are more expensive metals in the world, gold has always been men's favorite. Aha, tamamlayın zəhmət olmasa. Cavabları deyirəm, yoxlayın. 1C, yəni 1-dəki cavabı açıq aydındır, düzdür. 2-də C, 3-də D, 4-də D, 5-də Y. Yaza bilmişdiniz bunu? Bəli. Aha, baxın, 1-də deyir ki, düzgün ifadəni seçin mətndə. Bax, C variantını açıq aydın dedi. Deyir ki, təxminən 31 qram qızıl is worth, daha dəyərlidir, more than 1200 1200 dollardan daha dəyərlidir 31 qram qızılın. Elə bir şey dedi. Orada yəni açıq aydın dedi. Ha, özdə onu 31 qram qızıl, bax bunu dedi. 2-də answer the question, demə according to the passage, yəni why is gold, why? Niyə görə qızıl so durable, davamlıdır, and precious, dəyərlidir? Niyə görə belə daha davamlı, yəni davamlı bilirsiniz nə mənada? Yəni ki, tez qırılmayan falan o mənada. Daha davamlıdır və dəyərlidir.
C variantında deyir ki because not many chemicals. Orada eşitdinizdə yəqin onu. Because not many chemicals can have a harmful effect on it. Orada bilsiniz nə dedi? Dedi ki because other chemicals cannot. Orada bilsiniz nə dedi? Cannot attack dedi yoxsa attract dedi. Belə bir söz dedi orada. Have a harmful effect on it. Çünki deyir ki, çünki bir çox başqa kimyəvi şeylər can have, deməli onun üzərində ziyanlı təsiri olmur. Orada onu dedi. Orada chemical sözünü məhz dedi. Sonra 3-də which of the following questions does the passage answer? Aha, hansı suallara cavab verir? A variantında deyir ki, which metals are more expensive than gold? Deyir ki, hansı metallar qızıldan daha dəyərlidirlər? O haqda mətndə söhbət olmadı. Əksinə, qızılın başqa hər bir şeydən daha dəyərli olmasından danışdı. Nəyinsə qızıldan daha dəyərli olmasından danışılmadı. B variantında who discovered pure gold? Ən sadə qızılı kim kəşf edibdi? O haqda danışılmadı. C variantında how heavier is gold than silver? Deyir ki, qızıl gümüşdən nə qədər ağırdır? Xeyr, orada siz eşitdinizsə əgər qızılın su ilə ağırlığını müqayisə elədi. Dedi ki, deməli gold is deməli 20 bilmirəm, onu yadımda qalmadı. 20-nin dalınca hansı belə şey dedi, kəmiyyəti dedi, o yadımda qalmadı da su ilə müqayisə elədi. 20 dəfə mi dedi, nəsə dedi, amma su ilə müqayisə eləyirdi, onu silverlə müqayisə eləmirdi. Sonra D variantıdır cavab. Why is gold considered to be precious metal? Deyir ki, qızılın nəyə görə daha dəyərli olmasından danışılır. Bəli, elə söhbətdə buradan ondan gedirdi. Qızılın dəyərli olmasından danışılırdı. Y variantında how many years can it stay in nature without losing its brightness? Deyir ki, neçə il təbiətdə qala bilər öz parlaqlığını itirmədən. O haqda danışılmırdı. Dedi ki, baxmayaraq ki, yerin altında illərlə qalsa belə o öz parlaqlığını itirmir. Amma məhz neçə il qaldığı haqqında bir rəqəm deyilmədi orada. 4-ə baxırıq. Deyir ki, complete the sentence according to the passage. If you have 3 grams of gold, deyir ki, əgər sənin 3 qram qızılın varsa, bunu da aşıq aydın deyirdi. Dedi, əgər sənin 3 qram qızılın varsa, hətta öz vərəqimdə də bunu qeyd elədim. You can make a 10 kilometer long wire. Bunu tam açıq variantda dedi. Bilmirəm, siz eşidə bildiniz yoxsa yox, amma bunu da tam açıq variantda demişdi. Aha. Sonra bircə dəqiqə. Mən bura bir şey qeyd eləyim. Sonra deməli 5-də it is clear from the passage that mətndən aydındır ki, ən axırda, ən axırıncı cümləsi idi. Dedi ki, qızıl indiki dövrdə hətta kişilərin də sevimli metalıdır. Ən axırda dedi mətnin ən axırıncı cümləsində. Qızıl indi kişilərin də sevimli metalıdır. A variantında deyir ki, gold is the most valuable metal in the world. Qızılın düzdür, dəyərli olmasından danışırdı, amma elə bir cümlə olmadı ki, dünyada qızıldan dəyərli heç bir şey yoxdur. Yəni dünya üzrə şey eləmədi də, qızılı su ilə müqayisə eləyirdi. Qızılı məsələn deyirdi ki, əgər sənin 3 qram qızılın varsa, deməli bu qədər nə bilim, bunu eləyə bilərsən. Sonra nə bilim orada deyirdi ki, heç bir zərərli maddələr ona təsir eləyə bilmir. Bunlardan danışırdı. Amma day demədi ki, qızıl dünyada yəni ən birinci yerdədir. O deyilmədi. Sonra B variantında people are hardly ever interested in gold today. B variantında deyir ki, demək olar ki, maraqlanmır insanlar hal-hazırda qızılla. Amma əksinə deyirdi ki, müasir dövrdə insanların marağı daha da artıbdı qızıla. Burada da deyir ki, demək olar ki, maraqlanmırdılar. C variantında you need too much gold to make 10 kilometers long wire. Deyir ki, sənin çox qızıla ehtiyacın var ki, 10 kilometri sanki bir məhdil kimi uzunluq yaradasan. Yox, orada deyirdi ki, cəmi 3 qram qızıla sənin ehtiyacın var.
too much gold deyir, amma deyir ki, çox qızıla ehtiyacım yox. Orada deyir ki, cəmi 3 qram qızıla. 4 ilə 5-in cavablarına baxın. Görsünüz, uyğunluq var orada. Yəni o 4-də verilibdir də o söhbət. Sonra D variantında it is hard to change the form of pure gold. Yox. 100%lik sadə qızılı to change the formasını dəyişmək çətindir. Mətndə o haqda danışılmır da, o haqda bir şey keçmədi orada, söhbət getmədi. Gold is man's favorite metal. Ən axırıncı mətn cümləsində deyildi ki, hal-hazırda kişilərin ən sevimli metalı qızıldır. Bu cümləni dedi. Yaxşı, indi mən sizdən belə bir şey soruşum. Şərqi neçəsi düz idi? Mən deməli hamısı düz idi. Bircə dənə 3-ü yazmamışdım. Çatdırmadım da, yəni belə analiz Hə. etmədim. Aha, yaxşı, qəşəng. Sonra Əli, arada belə soruşdum, vəziyyət necədir? Əli, Bir dənə 5-i səhv yazmışdı. Bu asan gəldi. qəşəng. Amma şeydir, ən axırda onu dedi. Ən axırda demişdi o cümləni, ola bilər. Elə ən asanı 5 idi. Ən axırıncı cümləsi. Sonra Gültac, Mən 1 ilə 5-i düz yazmışdım. O da açıq deyilmişdi. o birisləri başa düşdün indi? Mən başa düşdüm. Sadəcə olaraq indi çox yorğunam ona görə. Beynim artıq yorulub. Başa düşdüm, oldu. İdris, yaza bilirsən? Səmra, hə, 3 dənə düzün var, normaldır İdris. Səmra, Mənim 2 ilə 4-də səhvim var idi. hamısını Müəllim, bir-bir bunun başa hərəsi hər düz 1 baldır da yəqin. 1 baldır, bəli. Şərqi, Şərqi cavab verdi mənə, yadımdan çıxdı. Bəli, bəli dedim. Aha, vəsiyo, əla. İndi birini də göndərirəm uşaqlar. Birini də göndərirəm. Birini də göndərirəm. Kimdə kitab varsa passage 2-ni eləyəcəyik. Aha. Qrupa göndərdim, ekrana da qoyuram. Suallarla tanış olun tez. Suallarla tanış olun, linki də göndərim. Suallarla tanış olun. Baxın, hər zaman sifətin üstünlük dərəcələrinə listeningdə çox diqqətli olun. Sifətin üstünlük dərəcələrinə. Məsələn, Zemos, Zellarges, sizə bunları demişəm də, sıra saylarına diqqətli olun. Rəqəm söhbətinə ümumiyyətlə diqqətli olun. Sifətin üstünlük dərəcələrinə diqqətli olun. Always, never, not söhbətlərinə diqqətli olun. Impossible sözünə mən nə deyirəmsə onları qeyd edin. Impossible sözlərinə diqqətli olun. Elmar, səsləndir zəhmət olmasa. Palawan. Have you ever heard of an island called Palawan? It is the largest island of the province of Palawan in the Philippines and the 5th largest island of the country. In 2015, it was voted as the most beautiful island in the world. If you take a look at some of the pictures of this beautiful island, you will probably understand why. It has amazing beaches with crystal clear water and beautiful white sands.
It has wonderful mountains with white stone cliffs. It also has some of the most incredible nature. The beaches are truly beautiful. In the wonderful sea around the island, you can see dolphins, sea turtles, purple crabs, and giant clams. If you are an animal lover, you can see leopards, cats, bearded pigs, peacock pheasants, and many more rare animals. If you like hiking, Mount Mantalingahan is a good place to visit. It is 2,072 meters above sea level. From the top, you can see beautiful views of this incredible island. One city and 12 out of the 23 municipalities of the province of Palawan are on this island. Mən dediyim qaydalarla diqqətlə baxın, düz yazacaqsınız hamısını. Bir də səsləndir. Palawan. Have you ever heard of an island called Palawan? It is the largest island of the province of Palawan in the Philippines and the fifth largest island of the country. In 2015, it was voted as the most beautiful island in the world. If you take a look at some of the pictures of this beautiful island, you will probably understand why. It has amazing beaches with crystal clear water and beautiful white sands. It has wonderful mountains with white stone cliffs. It also has some of the most incredible nature. The beaches are truly beautiful. In the wonderful sea around the island, you can see dolphins, sea turtles, purple crabs, and giant clams. If you are an animal lover, you can see leopards, cats, bearded pigs, peacock pheasants, and many more rare animals. If you like hiking, Mount Mantalingahan is a good place to visit. It is 2,072 meters above sea level. From the top, you can see beautiful views of this incredible island. One city and 12 out of the 23 municipalities of the province of Palawan are on this island. Aha, tamamlayın cavabları deyəcəm. Deyirəm cavabları yoxlayın. 6-da Y, 7A, 8C, 9C, 10A. Mən də 4 düzdür, birini yazmamışdım. Başa salacağım ustamız. Bir dənə səhv. Qəşəng. Elmar səndə necədir? Bayaq soruşmadım. Yadımdan çıxdı. Ben iki denesini gelmişim. Bilmiyorum. 2 dərsini düz Müəllim, mən də yazmışsan. ikisini düz yazmışam. Gəlin deyirəm. Choose the correct statement according to the passage. 10 dəqiqəyə sönəcəkdir. Aha, deyir ki, düzgün ifadəni, düzgün statementi tapın da yazılan ifadəni. Baxın, orada belə bir söz dedi. Dedi ki, burada sən rare animalslar görə bilərsən. Rare nədir? Yəni nadir tapılan heyvanları görə bilərsən. Y variantına baxın, birinci 6-da. Deyir ki, the island has some unique species of animals. Unikal. Yəni unikal olanda, görünməyən, nadir hallarda görünən növ heyvanları burada tapa bilərsən. Bu adada görə bilərsən. Gördünüz, eyni söhbətdə proses sinonimi ilə veribdir. Sonra 7-də answer the questions. Bunu yəni ki tam eşitmək lazım idi. Orada da dedi. 2072-ni dedi. 2072 dedi. 2072 meters above sea level.
Burada уже konkret eşitmək lazım idi onu. Which of the following questions does the passage answer? Bunlardan hansına mətn cavab verir? A variantında deyir ki, how is the sea around the island called? Adanın ətrafında olan dənizin adı nə idi? O haqda deyilmədi. Yəni dəniz adı çəkilmədi orada. B variantında how many rare animals live on the deyir ki, neçə dənə nadir heyvanlar yaşayırdı bu adada. Onu demədi axı neçə dənə nadir heyvan adı. Ümumiyyətlə rəqəm olan şeylər səhv çıxırlar. Bayaqlarında mən sizə dedim. C variantı. What can be seen from the top of the island? Həqiqətən də dedi. Dedi ki, əgər sən lap yüksəkliyə çıxsan, təbiəti oradan nature sözünü dedi. Dedi oradan təbiəti çox gözəl görəcəksən. Dedi oradan təbiət wonderful. Bax bu sözü də dedi. Çox gözəl görsənir. Sən oradan dedi sahilin necə gözəl olduğunu görə bilərsən, əgər lap yüksəyə çıxsan. Bunu yəni tam açıq-aydın dedi. How many rəqəm olan şeylər səhv çıxırlar. 90% deyirəm ha. Aha, deyir ki, Filippinsdə nə qədər ada, neçə dənə ada var idi. Xeyr, Filippinsdə neçə dənə ada olduğunu demədi. Mətnin lap başlığında belə bir şey işlətdi ki, bu həmin bu şey Palawan var idi ha. Yo, Palawan idi da adanın adı. Bu dedi bu Palawan the largest island of Philippines. Sadəcə bir dənə başlıqda bunu dedi. Filippinin ən elə bir ki, böyük adalarından idi. Amma başqa demədi ki, Filippində neçə dənə ada var. Elə bir söhbət olmadı. Y variantı. Which animals can be hunted on the island? Orada heyvanlardan danışırdı, amma hansı heyvanların ovlanmaq söhbətindən danışmırdı. Demirdi sən bu heyvanları ovlaya bilərsən. Prosta heyvanların adını çəkirdi, amma demədi ki, sən bunları ovlaya bilərsən. Ovlamaq demədi. 9. Complete the sentence according to the passage. Mantalingahan yer adıdır. Mantalingahan is a good place to visit. Bax, eyni bu sözü dedi. If you like hiking. Axıra yaxın dedi özdə. Dedi, if you like hiking, you can go to Mantalingahan. This is a good place to visit. Hiking dedi, əgər sevirsənsə, ora gedə bilərsən. Onda, it's clear from the passage that mətndən aydındır ki, başlıqda deyildiyi cümlə Palawan is one of the islands included in the Philippines. Ən başda dedi ki, onu mətn başlayanda. Filippinin ən elə bir ki, böyük adalarından biri idi. Not olan şeyləri baxın, görürsünüz səhv çıxıbdır. B səhv çıxıb, C səhv çıxıb, impossible olanlar səhv çıxıblar. 90% bax onlara fikir verin. Sonra bax rəqəmlə olan şeylər how many falan deyir. Diqqətli olun, yəni səhv çıxırlar. Demirəm ha 100% gedin onu eləyin, amma yenə də onları ən başlıca kimi götürün ki, bunlar səhv ola bilərlər. Bu belə. Aha, evə mən sizə sözlər göndərəcəm, əzbərləyərsiniz. Söz göndərəcəm, onlarla məşğul olarsınız, söz əzbərləyərsiniz. Gələn dəfiyə qrammatika başa salacağım bir dənə sizə. Və belə deyim də, ki, mən məsləhət görürəm ki, bu Dimin kitabını alın, mütləq alın. 2025 magistratura toplusunu və oradan bir hardasa 5-6 dənə listeningi eləyin. Gələn dəfiyə yoxlayacağım uşaqlar. Ala bilmədim, çatdıra bilmədim, o sözləri deməyin mənə. Mənə bu 5-6 hardan qulaq asaq o listening? Məndə kitab var, amma o necə bilsən dinləməni hardan? neynirsən? Telefondan kamera yerini açırsan. Bəli. Kamera yerini açanda, bax həmin bu məsələn göndərmişəm, bax burada işarə var, QR kod. Hə, onu bilirəm. Hə, bildim onu. Hə, ora girdin. Orada yuxarıda yazılacaqdı ki, dinləmə mətnləri. Dinləmə mətnlərinin içinə basırsan, kim eləyə bilməsə mənə yazsın, yenə də başa salacağam. Dinləmə mətnlərinin içinə basanda orada yazılır, məsələn, magistratura, yoxsa 11 illik. Orada yazılacaqdı magistratura 2025.
dinləmə mətnləri. Görəsən ki, passage 35 dənədir, nədir? Baxasan ki, hə, burada da passage 34 dənədir. Deməli budur. Oradan nömrələr var. Passage 1, passage 2, passage 3. Hansının içine istəyirsən girirsən, qulaq asırsan. Hə, oldu, Başa çox sağ olun. Müəllim. Aha, 5-6 dənəsini uşaqlar oradan eləyin. Gələn dəfəyə yoxlayacağam inşallah. Nə qədər çox eləsəniz özünüzə xeyirdir. Oldu, sağ olun. Gecəniz xeyrə qalsın. Tamam. Sağ olun müəllim.